28 aprel 2025-ci il vacib bir xəbəri diqqətinizə çatdırıram. Zəhmət olmasa burada üstəgəl işarəsi var. Bir dəfə vurmaqla 1 saniyə vaxtınız gedəcək. Kanalımıza abunə olun. İstanbulun Silivri sahillərində baş verən 6,2 bal gücündə zəlzələ Azərbaycanda da narahatlıqla qarşılanıb. Xüsusilə bir neçə gündür afterşokların davam etməsi təşviş yaradıb. Bildirilir ki, ölkəmiz də seismik aktiv zonada yerləşir və hər şeyə hazırlıqlı olmaq lazımdır. Azərbaycan üçün bəs hər hansı təhlükə varmı? Qlobal Info azadlanışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, Türkiyədə afterşokların davam etməsi ehtiyatlı olmağı zəruri edir. Stat: Azərbaycanın müəyyən bölgələrində zəlzələ riski var, amma bunu adi nəzəriyyə ilə proqnozlaşdırmaq çətindir. Seysmoloji Xidmət Mərkəzinin məlumatlarına etibar etməliyik. Ümumiyyətlə, Bakıda və Abşeron yarımadasında seismik risk nisbətən aşağı olsa da sıfır deyil. Paytaxtdakı bəzi köhnə tikililər əsasən 1980-ci ildən əvvəl tikilmiş binalar üçün zəlzələ riski nəzərə alınmalıdır. Zaqatala, Balakən, Qax Azərbaycanın ən yüksək seismik aktiv bölgələridir. Şəki, Oğuz, İsmayılı və ətraf ərazilərdə də zəlzələ riski var. Qərb bölgəsində də Gəncə, Şəmkir, Tovuzda müəyyən seismik aktivlik mövcuddur. Ekoloq deyib ki, dəyərli izləyicilər, seismik aktivlik sıralamasında növbəti yer cənub bölgələrimizi tutur. Şirvan və Salyan ətrafı isə nisbətən orta riskli zonalardır. Qarabağ bölgəsi və Şərqi Zəngəzurun bəzi hissələri əsasən Kəlbəcər və Laçın seismik baxımından aktiv ərazidir. Panikaya heç bir əsas olmasa da insanları tam arxayınlaşdırmaq üçün də səbəb və dəlillər yoxdur. Yaxşı olar ki, hər kəs evində təcili vəziyyət planı hazırlasın. Hər hansı zəlzələ baş verərsə, bu plan üzrə hərəkət etsin. Hər ehtimala qarşı evdə təhlükəsiz yerləri müəyyənləşdirmək, məsələn, möhkəm stol altı, daşıyıcı divarlara yaxın yerləri təyin etmək lazımdır. İnsanların öz fövqəladə çantası, yəni suyu, yeməyi, dərman, işığı və s. olmalıdır.